Herkese yepyeni bir videodan salamlar. Bugün birlikte başlıktan da gördüğünüz gibi Oğuz'a gedirik. Ve yine gece saat 2-3 arasıdır. Hədicə yine oyaqdır. Deməli ilk önce bugün neler elədiyimdən danışmaq istəyirəm sizlərə. Bu arada bu vlog biraz gec gələcək. Çünki arada o qədər belə Misir və Oğuz səyahəti arası çox belə yorğun, çox boş və biraz da sürətli keçdiyi üçün çəkməyə də heç nə tapmadım. Neyse belə yəni ona görə heç nə çəkə bilmədim və indi Oğuz vlogunu çəkirəm. Bu videomda bacardığım qədər tez yayınlamağa çalışdım. Ola bilər ki, arada bir həftə bir video olmasın, ikinci həftədə olsun. Neyse, bugün xalım oğlunu əskərə yola salardıq. Məni Instagramdan izləyənlər bilir. Bu arada bir neçə video çəkmişdim. Əslində onları da bu vloqa əlavə eləyəcəydim. İndi baxın gəlin. Salam dostlar. Deməli bugün yeni bir vlog başladırıq. Əskər yola ev mən gedirəm. İndi oyun oynayacağıq. Toplama oyunu. Onsuz oynayacaqdıq. Dedim sizə çəkeyim. Ən uyğun insan seçdi bunun üçün. Nərmin Rezis müəlliməsi. Ona görə mən udursam ki, böyük ehtimal belə olacaq. Zəhmət olmasa, mən elə şey istəmədim səndən ki, ona görə zəhmət olmasa üstümə gəlməyir. Başlayaq. Başlayaq. Tamam. 3, 2, 1, 7. Mən genel olarak beynim yavaş. Sən də 0 deyəsən. Mən 1 deyəm. 3, 2, 1, 24, 28. Mən dedim bu Vara arada. gidelim. 1, 2, 3, 12, 112. 1, 2, 3, 28, 32. 3, 2, 1, 6. Cevabım 6. 2, 1, 70, 74. Deyir ki, mən hırslı insan deyiləm, 10 o da artı 4 çakınca. Hırslı da deyiləm. Mən oyunlarda Cıval bəzən. da deyiləm, hırslı da deyiləm. Deməli, kartı tutursuz ki, səhv qoyubdu. Tutmusan, bu dəqiqə tutmusan, təzən qoyur. 3, 2, 1, 19. Ay! 476. 6. 3, 2, 1, 97. 196, 7, 6. Nə mən neçə demişdim? Yıxılırım. Mən neçə demişdim? Çıxdıq da. 97 mən dedim, 99 sən. 109 demişəm. 6. Mən düz dedim də. Yanlış da. Məncə bu arada mən unutdum. Udda. 3, 2, 1, 78. Tamam zamanlar yetiştiniz. Tamam. Sen ki. Burada hər dəfə mən 4 dediyim üçün tutdu ya. 2, 1, 23. 48. 60. 71. 71. 2, 1, 108. 108. 1, 14. 42. 56. Deməli dostlar, bir şey danışmaq istəyirəm. Biz Nərminlə konseptli bir yemək videosu çəkəcəyik, yemək pişirmə videosu və bunu storiesində paylaşmışam zaten. Artıq 1 ilmi, 2 ilmi sonra neysə. Suallarınızı da yazın, çünki həmin vaxtı suallara cavab verəcəyik, bəzi topiklərdən danışacağıq, mövzulardan və bilmirəm, köməyinizə ehtiyacımız var. Ona görə yorumlarda Kimə nəsə demək lazımdırsa falan bura göndər. zəng eləyirlər. Topiklər yaza bilərsiniz, suallar yaza bilərsiniz yorumlara bizim üçün. DM-dən yaza bilərsiniz, yazanlar oldu, təşəkkür edirəm. Bu arada mənim nar page bura qoyacağım bir səhifəsi var. Rəsmən sənətə maraqlı olanlar. Bunlar olmayanlar da mən məsələn yoxdur, amma qəşəng xoşuma gəlir. Nəysə, yəni ki, onu da izləyə bilərsiniz və o haqqda da suallarınız olarsa yaza bilərsiniz. Bunu da demək istədim. Nərmin də reklam elədi. 10 manat idi reklam. Təşəkkürlər. Bayaq yemək elədim, oradan çıxarsın. 5 manatın qalmaq beşi qaldı. Qalmaq pulda çıx. Yaxınız xeyirlərini xanım. Paylaşmağına icazən yoxdur. Sen onu getmiş olasın. Burada da biz var. Aa, ne qəşəngdir hava. Kəs hər gün 6-da duran insanlardan olsam. Elə səndən. Aynen. Axşam alışdım. Ona görə nə onlara getmişdim və səhər saat 7-yə qədər yatmamışdıq. Çünki mən yatmamışdım daha doğrusu. Nərminlə Amin, yəni xalam uşaqları saat 5-də falan yatdılar. Mən 5-də yatıb 7-nin yarısı dursaydım çox pis oluram. Mədəm ağrıyır, ona görə yatmadım. Daha sonra saat 7-də getdik yola salmağa. 7-nin yarısı çağırmışlar, 7 falan idi. Saat 9-da yola çıxdılar. Biz daha gec gözləyirdik, daha tez oldu. Yəni az gözləmiş olduq orada. Sonra gəldim evə, 12-2 arası yatdım. Ondan sonra getdim salona. Saçımı kəsdirmişəm bu arada. Saçımı açanı daha yaxşı göstərəcəm. Həm çolka kəsdirdim, həm də biraz uzunluğundan kəsdirdim. Çünki mənim saçım çox uzandı, biraz çox yıpranır və fikir verdim ki, martda kəsdirmişdim ən son. Uzanıbdı əməlli. Ümid edirəm sentyabra qədər uzanar. Çünki sentyabrda sizə qəşəng vloglar gələcək bir neçə dənə.
Hər nəysə, çox uzatmaq istəmirəm. Yəni qısacası salona getdim. Gəldim 4-də yatdım, saat 10-da durmuşam. Amma o qədər qəşəng yatmışdım. Yəni o yatmışlar yatardım. Durdum, yemək falan yedim və indi də video başladıram sizlərə. Arxa dəqiqimdədir, başa düşürəm. Çünki arxadakı çamadanı da yığıb aparacağam. Ona görə bu gün də arxa. Makyaj şeylərimi onsuz da yığmışam. Bağdan onsuz da çamadanla gəlmişdim mən. Elə həmin çamadanı da aparacağam. Bir neçə şeyim var. Onları toparlayım. Ondan sonra yatacağam böyük ehtimalla və səhər Oğuza gedəcəyik. Mən uzun müddətdə almışam. İnşallah vaxt keçməyib. Rossmanndan almışdım. Belə bir maskadır. İndi bunu eləyəcək bir yerdə. Yetərincə eybəcər göründüyümün fərqindəyəm. Şirək olmuşum sırədim. Burada boynuma qədər vurduğum üçün ekstra bir eybəcərlikdir. Amma bilmirəm, maskanın içində o qədər idik və boyuna qədər çəkin, hətta dekolteye qədər çəkin yazılmışdı. Mən burama qədər elədim. Biraz deyəsən qalın bir qat çəkmişəm. Çin maskası kimidir. Çox qəribədir. İlk dəfə də istifadə edirəm. Nəysə, bir dənə şey var idi. Gecə nə qədər eybəcər yatsaz, səhər o qədər qəşəng görünürsünüz. Bu da elə bir şeydir. Eybəcər olmalısan ki, bunu yuyandan sonra daha qəşəng olasan. Boş. Bomboş laflar. Hiçbir işe yaramayan cümleler silsilesi. Nəysə, indi gedib çamadanımı yığacağam. Ondan sonra bir 15-20 dəqiqə sonra gələcəm. Bunu yarı özümdən. Saat 3-ə qalıb. Mən maskamı yudum, gəldim. Əslində kamerada daha ləkəli görünür üzüm. Bilmirəm, ağartmış kimi hiss elətdirdim. Deyirəm ki, bir işə yarayar ki, yuyanda o qədər hər yer batdı ki, yəni torpaq kimi bir şeydi və üzümü suyla yudum. Sonra üstündən üzümə gəlinə yudum. Hələ də alın hissəmdə qalmışdı. Siləndə gördüm ki, hələ də rəngi çıxır. Həm çox belə torpağa oxşuyurdu. Yəni çox qatı idi, xına kimi idi, biraz çıxmırdı. Gedib uzanacağam, bəlkə yataram, bilmirəm. Çünki 3 saat yarım vaxtım var. Hələ ki bu qədər. Səhər görüşərik. Sabahınız xeyir. Mən yatmamış olsam da sizin yerində sabahınız xeyir. Tam olaraq 7-dir və mən indi hazırlaşmaya başlayıram. Üzümə tonal falan eləməyəcəm. Sadəcə gün kremi vururum, bir də blush falan vuraraq. Bu arada mən çalkamı çox uzun müddət idi ki, uzadırdım və uzatmağı fikirləşirdim. Yəni bir də kəstirməyəcəkdim ki, amma kəstirəndən sonra indi baxıram ki, o qədər darıxmışammış ki, bu halı üçün çox qəşəngdir. Yəni başlarımızı sabitləyək. Neçə saatdır boş-boş uzandım. Əslində biraz yata bilərdim. Yolda yataram rahat. Səhər onsuz da nə danışacaq nəyimsə var, nə də ki halım var. Ona görə gedim hazırlaşım, rahat-rahat, həm də vaxt itkisi olmasın. Sonra gəlim. Yenə geç gərək çıxmam üçün fitil burada eləyirik. Burada da eləyə bilirik, çünki lift tuturam. Oturduk səhər yeməyi üçün. O qədər zorla yatdım ki, mikrofonum maşında qaldı. Green Parkda oturmuşuq, çox qəşəngdir. Sizə çıxanda çəkəcəm. Təzə oyadıb məni bura saldıqları üçün. Mən fikirləşmişdim ki, gecə yatmaram, maşında yataram. Maşında yerim o qədər rahat idi ki. Amma yata bilmədim, başım ağrıyır. Çünki 2 gecədir yatmıram. Və bilmirəm, yəni bünyəm artıq götürmür. Kaş ki tez yatıb tez duran insanlardan ola bilsəm. Kombinim də rayon kombinidir artıq. Bu kombinin adı rayon kombinidir. Bu sarada gedəndə bunları yemişdim. İndi də bunları yemişəm. Baxın, indi saçımı at quyruq eləyəcəm, yenə yaraşacaq. Nəyəm var orada? Topuz eləyəcəm, yenə yaraşacaq. Bu at quyruq, topuz məsələn. Şokanın onunla mı yaraşır? Deməli, mənim də yorum gəlib universitet alış-veriş videomun altına. Dəftər qələmdən başqa hər şey var. Elə bir mod göstərməyə gedirsiniz. Yəni məktəb alış-verişinə yenə gəlsə bu yorum, deyirəm dərd yarı da, tamam. Amma universitetdir də, universitetdə albom zətdə alın bəlkə, rəngli karandaş. Paltar göstərmişəm, kosmetika göstərmişəm, çünki universitetə gedəcəm. Və bunları yeni alıb göstərirəm də. Universitet zaten hamı bəzənib getmir ki, universitet bəzənmək üçün var məncə. Təşəkkürlər, bu qədər idəyəcəklərim. Prosta dünən gördüm, belə yadıma düşdü, dedim danışmağa dost heç nəyimiz yoxdur. Özdə bir dənə də söz deyim, dəftər qələm var idi o şeydə, videoda xatırlayıram. Çünki bir dənə təzə bloknot almışdım, onu göstərmişdim. Bu qədər idəyəcəklərim. Basın açıqlamamızda verdiyinizə görə. Salam. Görüşdük. Saçım necə olub? Solka, şolar xətti solka. Sağ olaymışım. Gecə qərar vermişdim ki, diyetə girim. Prosta qabamda çörək var indi. Diyet sayılır Bu qədər. Diet breaddir bu. Olanda iyi olmayanda bir çəkir. Çox az yedik. Heç doymadıq. Çox az yedik. Meyvəsi yedik, qurtardıq. 130 kilometr yolumuz qalır. 130 gəlmişik, 130 qalıb. Ayda pis tərəfdən gəldim. Bura görün nə gündə. Gəlmişik bazara. Əslində çəkmirdim çünki onsa bütün gözlər üzerimizdir. Üzərində kamera. Ama Nərmin dedi ki, çək. Fındık alıram, fındık.
Qəşəng elə kameraya. Gəlsiniz alın. Hara gedirik? Şəkiyə. Yox, hara? Bəylərbəy yolunun üstündə. Bəyzadə. Mama özündə. Bəyzadə yolunun üstündə. Bəyzadə yolunun üstündə belə malina və böyürtüyən satırlar. Biri 2 manatdır. Baha versələr deyin ki 2 manat almışdıq. Şam meşə. Ayda nə qəşəngdir. Çox şirindir. Xalam, favorim. Onun da favorisi mənəm. Çox qəşəngdir, sərinlikdir. Burada çay içilir, restoranı başqa hissədəymiş. Bazar qiymətlərindən danışır. Bazarda gərək göz açıq olasınız, yoxsa 5 qəpik belə söhbətini eləyirlər. Gərək özünüz həll eləyəsiniz. Yəni özünüz dirəşəsiniz, özünüz pazarlıq deyin. Qəbul eləmirlər çox, amma eləyin. Mama deyir ki, Bakı şeyində idi. Başının bazar qiymətdə, Bakının mərkəzində, nə bilim, tərəvəz dükanlarında. Amma ucuz deyil, ucuzluq deyildi. Hardasa qiyməti saldırmaq olur. Burada salmırlar. Burada salmırlar. Amma bir dənə kişi yandıran göyərtidir 80 qəpik. 80 qəpiyə göyərti olur. Ən aşağıya da 50. kartof alırdı, 1.20 idi. Kişiyə dedik 1 kilodan versən 5 kilo götürüb verdi. Bir dənə oydu. Beləcə. Bu da qəşəngdir. Ayrılmaq istəmirdim adam. Bu arada giriş ödənişli, tələbələrə 1 manatdır, yerli ziyarətçilərə 2 manat, xaricilərə 15 manat. Diləklərimizi qoyduq, təbrikləri. Qızılcıq Və şərbəti 2 dənə 5 qəpik, bir dənə 10 qəpik, 3 dənə arzu şeylədir. 10 qəpiyə ən dəyərlisini qoydum, o bir ikisinə də istədiyim bir şeylər. Çaydır. Birinci suyu. Sonra nə edirik Nərmin xanım? Bunun üstünə 1 kilo sumak əlavə edirik. İstəyə bağlı. Bəndən sonra isə Ətinə keçirsiniz. bunları əzirik. Çörəklə yeyirik yenə. Yaxşı. Sevmədiyiniz insanları əzmək kimi düşünün. Burada sevmədiyi insanlar var. Bəli. Sonra belə olur. Nərmin xanım, buyurun. Salam dostlar, bugün buradakı bilməm neçənci günümüzdür və Bioqardinə gəlmişik. Şəkinin Oğuzun arasında, amma deyəsən Şəkiyə biraz girəndən sonra, çünki Şəkinin plakatını gördük. Nəysə, buraya... Ay da, gəlib ki, çəkim. Sonra da çəkəndən sonra gəlir, mən falan yemək yediyim yerdə qoyma. Məni yemək yeyirəm. Nə fərqi var, qoyma, qoyun, paylaşım. Salam eləyirəm də, mən bilirəm, məni axtarırlar onlar. Bu arada Instagram və TikTok üçün çəkdiyimiz o Rəfdəki kitab 1-ci bölüm bəyənmişsə yorumlarda yazmağı unutmayın. Rəfdə kitab deməkdən dünəndən. Nərmin 100 dəfə baxıb bizə. 2 dəqiqədən bir belə olur. Rəfdəki kitab bölüm 1. Mən də Xədicə. Mən Xədicə. Mən də Nərmin. Biraz bu yana keçin. Bu qədər yol. Salam. Ancaq sənin çəkim. Gözəl meyvələr var. Bu tərəf böyürtkən tərəfdir. Görmür ona görə. Limon yeyəcəyik. Biraz yerimi dəyişə bilərəm. Elə nətərdir? Çox düşdü. Deməli Instagrama və TikToka reels çəkdik. 100 saata çəkmişik. Universitet haqqında danışırdım da ayaqlarım qopdu.
Amma qəşəng danışdım. Necə idim? Jurnalistlər kimi. Mən yəni o universitet oxumuş biri olaraq bir də oxumaq istədim. Videodan sonra. Parkın ortasında yekə kameraları ilə video çəkənlər olur, mikrofonla. Onlardan idim. Vaxtayaq tutmaq lazım olan bir şey lazım olsa məni çağırarsan. Nərmin ümumiyyətlə çağırın ki, Nərmin bax bunu eləmək lazım. Dur bu dəqiqə gələcək. Ən sevdiyim yanı budur Nərminin. Nərminə deyirsən ki, kitab oxuyaq məsələn, oxuyacaqsan nə? Filmə baxaq, filmə gedəcək, idmana gedəcək. Hər yerə hazırdır. İdmana gedib sonra da çıxaq deyə Nərmin hələ də idmana gedəcək. Hə çıxanda çıxmır bir yerdə amma gedir. Maraş dondurması aldıq buradan. Mənimki manqoldu. Mənki moruqlu. Nərminki bir dənə konfet var idi. Ağlı rozovulu paketi var idi. Kopya ondan dadır. Dedim aslında spiral kimi bir-birinə. Hə, ondan dadır kopya. Mənimki də manqoldu. Tərcənki də füstü dadır. Eyni. Vafillərimiz də rənglidir. Burada yaşıl deyil, çox çirkindir. Mən özüm seçdim. Elə özün seçmisən. Niyə qəşəng görünür? Gün batımımız var. Çox gözəl görsənir. Siz də bura gəlsəz görə bilərsiniz. Və sonunda evdəyik. Əslində biraz qarışıq və tez bazar bir vlog olduğunun fərqindəyəm. Amma biz daha çox kalabalıq bir qrup olaraq getdiyimiz üçün, üstəlik orada da evdə qaldığımız üçün və çox az əslində gəzməyə çıxdıq. Əslində çox az orada qaldıq. Yəni 4-5 gün qaldıq və onun da çox az hissəsini gəzməyə getdik. Gəzməyə getdikcə də sizə çəkməyə çalışdım oraları. Ümid edirəm ki, əyləndiyiniz bir vlog olar. Uzun müddət sizi videosuz da qoymaq istəmirdim, amma həm də çəkə biləcəyim şeyləri maksimum dərəcədə çəkmişəm. Ümid edirəm ki, əyrəndiyiniz və bəyəndiyiniz bir vlog olar. Hələ ki sadəcə ilk 5 dəqiqəsini editləmişəm və biraz əyləncəli kimi görünür. Ümid edirəm siz də əylənərsiniz izləyərkən. Amma hələ qapanışı eləmirik. Artıq bir ənənə halını alıb mənim hər vlog sonunda Temu kargomu açmağım. Uzun müddətli Temu'da heç nə sifariş eləmirdim və indi bir Temu kargomuz var. Onu bir yerdə açacağıq. Böyle bir Temu kargomuz var. Olduqca tez gəldi bu arada. Deyəsən mamam da bu arada mənim Temu kargolarında elədiyim bir şey var. Kargom gələnə yaxın girib aldıqlarıma baxmıram. Çox maraqlı olur amma baxmıram. Çünki bilmirəm, paketi açdıqca həyecanlanmaq istəyirəm. Ay görəsən nə sifariş eləmişəm şeyə olur. Və çox unutqan bir insan olduğum üçün həmişə unuduram nə aldığımı. Deməli bunu mama bağ üçün sifariş eləmişdi. Ora belə bir kahve köşəsi eləyəcəyik və onun üçün bu şəkildə dekorlar sifariş eləmişik. Məncə qəşəngdir. İlk öncə mənim olmayan şeyləri açmaq istəyirəm ki, axıra maraqlıları qalsın. Bu da deyəsən yenə bağ üçündür. Bu da yenə bağ üçün aldığımız belə bir işıqdır. Və qaldı kiçik-kiçik bir neçə parça özümə sifariş elədiklərim. İlk öncə özümə sudoku almışam. Mən bu arada sudokunu planşetdə oynuyordum. Bilmirəm, sevirəm oynamağı. Boş vaxtlarımda belə. Həm də kinoya baxanda mən sadəcə kinoya baxa bilmirəm. Səbrim çatmır. Ona görə bir tərəfdə kino gedir, bir tərəfdə oyun falan oynayıram. Onda sudoku istifadə etdiyim oyunlardandır. Bu şəkildədir. Bunu da çox ucuz almışam. Ucuz şeyləri tapıram, alıram hər dəfə. İlk öncə bu şəkildədir. Sonra biraz daha çətinləşir. Daha sonra kiprik dəstə almışam. Mən bildiyiniz kimi kiprik qaynağı eləmişdim Misirə gedəndə, amma kipriklərim o qədər töküldü ki, bu arada kiprik qaynağı ilə bunun heç bir əlaqəsi yoxdur. Özüm eləmişəm tamamilə. Əslində əldə o qədər də pis deyil. Mən əlimlə bir onları yoldum və hardasa bir 10 gün falan qaldı mənim gözümdə onlar. Heç 2 həftəyə tamamlanmamış kleylərindən tutub dartmağa başladım. Çünki məsələn, kipriyimi əl vuranda o kley hissini sevmirəm. İstəyirəm ki, belə kley falan olmasın üstündə. Bilmirəm, ona görə də elə dəlilik elədim və çox peşmanam bu arada. Yəni, hətta ilk çıxardığımdan sonra sanki bütün kipriklərim qopubmuş kimi gəldi. Gecə ilə durdum, tuş falan vurdum. Görüm doğrudan kipriyim var. Keçən kimi görünürdü gözlərim. Kipriklərimi tökmüşdüm, amma bir tərəfində o kiprik qaynağı effektini çox sevirdim. Yəni, kipriklərimin o qədər olmasın. Ona görə də fikirləşdim ki, özəl günlərdə falan istifadə etmək üçün bundan alım. Mənim yapadırqam var. Bunu eləyir və kiprik qaynağı kimi hardasa bir həftə falan istifadə eləyir. Ondan öyrəndim necə istifadə elədiyimi. Bu şəkildə nəsli içindən darağım, bu cımbızı və krey çıxır. Bundan bu arada keçən yay bizdə var idi, eləməyə çalışmışdıq Nuray'ın. Amma çox da uğurlu alınmamışdı. Bu dəfə inşallah öyrənəcəm. Daha sonra əlimizə atdıq. Bu bir şeydir. Mənim bir kameram var, köhnə kameralardandır və içindəki İnşallah bu gedər bu arada. İçindəki kartı telefona köçürməyə heç nə tapmırdım. Çünki məndəkilər ya balaca, ya böyük kartlar üçün idi. Tam orta bir şey idi. İnşallah ki ona uygunu almışamdır. Sonra 2 dənə nə qəşəngdir. 2 dənə kabra almışam. Bu material o qədər qəşəngdir. Bir içində telefon vardı. Yəni o qədər bərk materialdadır. Çox qəşəngdir. İkisi də çox qəşəngdir. Belə ulduzlu bir şeydir. Bunu da çox 30 manata tamamlamaq üçün seçmişəm. Bu da bu şəkildədir. Bunu da bəyəndim. Saç
Mən zajimlər almışam. Belə üçlü dəsti leopar, qara və belə qırmızı leopar. Daha sonra belə pudra pufları almışam. Pigmentlərin üstü çox tez kirlənir, tanan falan olur. Ancaq istifadə etmək üçün belə puflar almışam. Sonra saç yığmaq üçün belə bir şey almışam. Bundan ilk dəfə də alıram. Ümid edirəm ki, istifadə edə bilərəm. Mən saçımı topuz yığmağı çox sevirəm, amma dağınıq topuz. Ümumiyyətlə qəşəng şeydir belə at sumkaya. Saçın şəklini pozmaz deyə düşünürəm. Ondan sonra kameram üçün belə bir şey almışam. Bu belə kamera mirror olur, ora keçirdirsiniz və bu şəkildə əlinizdə tuta bilirsiniz. Belə ulduzlu, bəzəkli bir şeydir. Və sonra belə şeylər almışam. Bunun adı bilmirəm nədir, türkçəsini unutdum. Bunu deyirəm ki, qəşəng yapışar. Çünki bu arada iki tərəflilərini almışam. Çünki bir tərəfli olanda davamlı eyni kabran taxmalı olursan, bu məsələn at sumkava nə vaxt istəsən tax yapışdır, çək. Ümid edirəm ki, bunlar da yaxşıdır, kalitelidir. Çünki yorumları çox qəşəng idi. Və son olaraq çoxlu artıq kitab oxumağa başladığım üçün 3 dənə özümə kitab oxuma alışqanlığımı daha da rəngləndirmək üçün şey almışam. Bu arada Instagramda yeni bir seriya başlatmışıq. Rəfdəki kitab və bütün oxuduğumuz kitabları Nərminlə bir yerdə yorumlamağa çalışırıq. İlk kitabımız Yaşamaq kitabı idi. Instagram səhifəmə keçid edib oradan onu izləyə bilərsiniz. Universitet haqqında da bu arada məlumat verdiyim bir video var Instagram səhifəmdə. Universitet haqqında həm də biraz qısa olaraq beynəlxalq münasibətlər ixtisası haqqında danışmışam. Kimə maraqlıdırsa keçid edib Instagram səhifəmdən izləyə bilər. Dəstəyinizi gözləyirəm. Deməli bunlar birinci belə bir kitab ayracı almışam. Bu da belə kitabın başına sallanan bir balıq qulağıdır. Çox qəşəngdir. Daha sonra mən kitab oxuyanda ən sevdiyim şeylərdən biri kitabdakı bəyəndiyim cümlələrin, sitatların üstünü rəngləməkdir və onun üçün belə bir dəstə almışam. Bunun bənövşəyi göy, bir də belə yaşıl tonlarda olanı var idi. Mən bunu seçdim. Ümid edirəm ki, hamısı yazır bu şəkildədir. Belə 4 rəngi var. Aslında bunlar da biraz mavimsi tonlardadır. Bu arada hansınsa linkini istəsəniz Instagramdan və ya yorumlardan yazın, göndərərəm. Çox şükür ki 4-də yazır. Mən bəzən hətta buradan Rebusdan hansı flamaster dəstini alanda içindən bir ikisi yazmır və çox pis bir şeydir. Çünki bilmirəm, yəni o an o rəngi istəyib bəyənib almışam və içindəki yazmır. Amma 4'ü də yazır və rəngləri bu şəkildədir. Və bu da son parçamızdır. Sevdiyim şeylərdən birincisi kitabdakı cümlələrin üstünü rəngləməkdir. İkincisi o rənglədiyim hissələrə bu stiklərdən yapışdırmaqdır. Çox bəyənirəm. Yəni kitaba rəng qatır sanki. Kitab o qədər qəşəng görünür ki. Bu da belə mavili tonlardadır. Bu da biraz qarışıq. Həm rozlu var, həm yaşıl var, həm yenə mavi var. Çox qəşəngdir. Bugünkü Temu kargom bu qədər idi. Ümid edirəm ki, bəyənmisiniz. Ümid edirəm ki, xoşunuza gələn bir video olmuşdur. Sizi videosuz qoymaq istəmədiyim üçün belə apar-topar bir vlog çəkməli oldum. Kanalıma abunə olub videolarımı bəyənərək mənə dəstək olsanız məni çox sevindirərsiniz. Bir sonraki videolarda görüşənədək sağ olun.